Ramiz Mehdiyev planında dövlət hakimiyyətini zorla ələ keçirdikdən sonra keçid dövrü üçün müvəqqəti dövlət şurası formatında qurum yaradılmasını təklif edib. Bu plan 87 yaşlı köhnə bürokratın özünün rəhbər olmasını nəzərdə tutub. Məlumata görə Mehdiyev rəhbərlik edəcəyi dövlət şurasında təmsil olunacaq şəxslərlə bağlı məlumatı da Rusiya ilə bölüşüb. Bu barədə APA'nın etibarlı mənbələrdən əldə etdiyi məlumatda bildirilir. Mənbənin dediyinə görə, Azərbaycan və Rusiya prezidentlərinin görüşdüyü düşənbədə Rusiya tərəfi özü Ramiz Mehdiyevin təklifini və onun şəbəkəsinin planı haqqında Azərbaycan tərəfinə məlumat verib. Görünən odur ki, 87 yaşlı Ramiz Mehdiyev artıq davamlı xahişləri və israrı ilə Rusiyanı da bezdirib. Ona görə də Rusiya heç bir perspektiv vəd etməyən Mehdiyevdən tamamilə imtina edib və onun planı şəbəkəsi ilə bağlı rəsmi Bakını özü məlumatlandırıb. Ramiz Mehdiyevin Rusiyaya yaxınlığı həmişə bəlli olub. O, hələ Sovet dövründən Moskvanın agentura şəbəkəsinin üzvü kimi tanınıb. Mehdiyev uzun illər öz imkanlarından istifadə edərək Azərbaycan hakimiyyətində də Rusiyanın dostları olan məmurların vəzifə pillələrində parlamentdə və mediada irəliləmələrinə şərait yaradıb. Vətən müharibəsindən əvvəl isə Azərbaycanda Rusiya pərəst məmurları vəzifələrindən uzaqlaşdırıldı. Ramiz Mehdiyev də vəzifəsindən azad olundu deyə məlumatda qeyd edilir.